Salam aleyküm dostlarım. Necə siz bu günlər sizlərlə FC mobil videosu çəkirik. İndi buradan hər şey alaq. Aha, buradan beceri puanları gəldi. Bəli, görək. Hə. Aha, 100 gəldi və 3-cü gündə də bunu açırıq. Buradan hansı ödüllər gəlir? 113 gen, 117 gen oyuncu 1% gəlirdi. Yəni çox çətindir çıxartmaq, ancaq çıxartmağa çalışacağıq. Bayern Münihdən gələcək. Görevlərdən də bəzi görevləri tamamlamışıq. Yəni buradan aldıq. İndi isə sizə nə inədiyimi göstərəcəm. Baxın, bu kadro. Əla bir kadro yaratmışam. Çox əla. Baxın, Santrafor Ronaldo almışam. İndi sizə göstərəcəm hardan almışam. 3 gen çıxartmışam. Yəni 3 genlik beceri puanları ilə artırma eləmişəm. 2 gen qalır. Yəni 124'lük bir Ronaldo'muz olacaq. Baxın, Bundesliga draftı. Buradan baxın. Buradan. İndi isə buradan nə görək hələ bizə nə lazımdır nəyə. Aha, bizə lazımdır SCK bir də Mo. SCK lazımdır, bir də Mo lazımdır. Mo. İndi bir də buradan açaq, inşallah gələr, amma yəni yox. Yox, gəlmədi. Aha. Xeyr, genimiz artırılmadı. 116 ilə qaldıq. İndi isə oynaya vururuq və buradan əla bir etkinlik gəlib, çox əla. Çempionlar Liqası. Buradan professional seçirik və buradan PSG ilə davam edirik. Yox. Bəlkə Bayern Münihlə PSG. Nəyək, bax. Yorumlarda yazarsınız gələn videoda hansı komanda ilə oynayaq Çempionlar Liqası. Mən bu günləri PSG ilə oynayacağam. Bəli, bu şəkildədir. Davam etə vuracağam və burada ilk oyunumuz Chelsea ilə olacaq. Bəli, getdik. Kupa da budur. Bundan da bir daha profil verir. Finala qədər gəlib çatsan. Finalda kazananda profil verir bir dənə. Aha, deməli ilk 16'dayıq, sonra çeyrək final. Yəni çeyrək final, hə. Yarım final və final yeri. İndi isə PSG ilə Chelsea, yəni mən oynayacağım PSG kimi. Paris Saint-Germain ilə oynayacağım mən. Yəni takımım Paris Saint-Germain olacaq. Sonra indi Chelsea ilə oynayacağım. Ondan sonra Galatasaray, Liverpool kim uçsa orada onunla oynayacağım. Sonra Real Madridlə də məncə Bayern Münih oynayacaq. Ondan sonra da mən oynayacağım. Bayern Münihlə ya Real Madridlə. Oynaya vurduq və ilk oyunumuza giririk. Yəni çox səsli olmayacaq oyun. Çünki burada mən səs bağlamışam. Yoxsa mənim səsim eşidilmirdi. Ona görə elə ki səs gəlməyəcəkdir. Yəni qol səsi falan gəlməyəcək. Bəli, Çempionlar Liqası PSG Chelsea oyunu. Bizim kadromuza baxırıq. Dembele falan var, Doué var. Orada isə Pedro Fernandes. Pedro var orada. Fernandes. Cole Palmer.
Dembele gelir. Dembele'den aldılar topu. İkinci dəfə çağırdıq buradan. Ve ikinci dəfə aldı. Nuno Mendes ve geriye çevirip ayda çok pis oldu. Cucurella, Fernandes, Palmer'dan hücumdalar. Fernandes, João Pedro, Palmer ve top aldık. Korner. Yo. Safanov başlıyor oyunu. Aldı. Fernandes aldı. Vitinha gedir. İkinci dəfə çağırdı. Nuno Mendes dedi. João Pedro Kvaratskhelia, Palmer ve gol. Chelsea yaxşı başladı oyuna. Yani indi isə Due ilə Paris'in hücum başladı. Qəşəng keçdi. Dembele, Osman Dembele, João Neves uzaktan vurur ve Robert Sanchez top tuttu. Bəli, orta açdı. Ve Vitinha. Ancaq top bitirdi. Pedro Neto ilə çıxırlar hücuma. Cole Palmer, Fernandes, hamını keçdi, Fernandes. Bəli, Safanov topu tutdu. João Neves, Vitinha iki nəfərin arasına keçdi. Dembele, Osman Dembele ve 1-0 kurtardı ilk yarı. 8. yardayıq. Due topu aldı. Due top keçməyə çalışdı ama Garnacho koymadı. Caicedo, Fernandes, Pedro, ne yaparsan sen? Cucurella, Garnacho, João Neves, oy, Safanov. Qəşəng Safanov. Vitinha, Dembele, Osman Dembele. Ara pası. Dembele'den Due'ye. Due tutabilmedi topu. Top itirdi. Əks hücum. Vitinha arkadan gelir. Ve top Vitinha'da. Ruiz. Dembele. Bəli ve tabii ki bu yani Chelsea kazanacaq yəqin ki. Chelsea'də bir dəyişiklik. Biz də Mayolunu Vitinha ilə dəyişdirək. Bəli. Və Pedro adından bilinir nədir o? Bəli, pasım verdi, hara verdi. Bu hara verir pası. Bəli, Garnacho'da top. Garnacho ikinci dəfə hardadır burada. Aha, Mayulu. Heç nə yoxdur orada. Bəli, heç nə yox idi. Fabian Ruiz. João Neves bitirebilmedi penaltı. Ne? Robert Sanchez ne var bu? Oy. Qəşəng tutur. Robert Sanchez əladır. Mən yəni burada udursam mütləq ki, yəni Robert Sanchez, yəni Chelsea oynayacağım mən. Vəssalam Chelsea. Yox, ikinci oyunda var hələ. Cavab oyunda inşallah 3-0 udacağıq ya da 4-1. Robert Sanchez ne vardı orada? Oy. Robert.
Bəli, burada Galatasaray udub. Burada da Manchester City Real Madrid'i udub. Bayern Münih'də Kalsiyon udub. İkinci maça girdik. İnşallah 3-0 ya 4-1 udarıq. 5 kilo olar. 6-3 belə. Yəni ki 3 farq eləməliyik. 3 fərqdən udmalıyıq. Bu da məncə Chelsea'ni 3 fərqlə udmaq imkansız bir şeydir. 2-0 olsa ama beraber penaltılar gelir. Yani uzatmalar, ondan sonra da penaltı. Bəli, bu oyunu əla oynamalıyıq. Robert Sanchez inşallah qapıcını dəyişdirmiş olarlar. Yəni oyuna dəyişiklik olmalıdır. Çünki bu yani başqa diye Robert Sanchez bu qədər bilməzdim mən onu. Hələ ki FC Mobildə o qədər şutların üstündən. Orada müdafiələr də yaxşı oynadı. Yəni tək şey deyil də. Qapıçılar deyil, müdafiəçilərin də böyük tutmaları oldu. Dembele topu itirdi və cərmə. Oy. Buradan vurarıq. Robert Sanchez. Bir penaltı, sadəcə bir penaltı istəyirəm mən PSG'dən. Bir penaltı. Chelsea'dən bir penaltı. Due Dembele, Osman Dembele. Uzaklardan şut. Müdafiə. Blok var idi orada. Blok kurmuşdular. Due'ye pas. Marquinhos. Bəli, Cole Palmer. John Pedro. James ikinci dəfə arxadan gəldi. James. Nuno Mendes topu almışdı. Pedro Neto. Vitinha. Fabian Ruiz. Kvaratskhelia. Dembele, Osman Dembele. João Neves topu Due'ye pas vermək istəyəndə top itirdi. Garnaço'yla hücuma çıxdılar və Fabian Ruiz top aldı. Marquinhos. Və cərimə qazandılar. Bəli, Fernandes içəri baxdı. Due'dən Dembele'yə. Dembele neysən? Bəli, Fabian Ruiz top itirdi. João Neves. Qəşəngsiz müdafiələrim mənim. João Neves. Oy, ötürməyə bax. Hara Dembele hara pas verir? Bəli, Vitinha, Kvaratskhelia. Bəli, Due. Vitinha. Bəli, top bitirdik. Müdafiə yaxşıdır onlarda, qapıcı da yaxşıdır. Robert Sanchez əladır. O bayaqçı kurtarış eləməsəydi udmuş ola bilərdi. Yəni 2-1 heç olmasa bir fərq yarada bilərdik. Due. Bəli, Fernandes. Due, oy. Bazara göndərdi Due'ni. Vitinha. Bəli, Hakimi topu aldı. Due'dən ötürmə, səhv tuta bilmədilər. Pedro Neto ilə çıxırlar hücuma. Pedro Neto, Makiyoshi, Vitinha, Fabian Ruiz, Dembele. Uzaktan şut Dembele Robert Sanchez üçün çox asan bir qoluydu o. Bəli, Paco topu kazandı. Vitinha'ya ötürmə verdi. Vitinha tuta bilmədi. João Neves ötürmədə səhvlikdən hücuma çıxırıq. Due. Uzaktan şut. Robert Sanchez topu tuttu. Heç olmasa 2 dənə gol. Ancaq cavabsız 2 dənə gol da, yəni 2-1 olmamalıdır, çünki uda bilərlər. Cole Palmer. Ötürmələr. Fernandes'lə Cole Palmer'ın ötürmələri. Və Fabian Ruiz topu aldı. Fabian Kvaratskhelia hamını keçdi. James topu kazandırdı takımına. Due'dən Kvaratskhelia'ya. João Neves'dən Dembele'yə.
Və ikinci dəfə bağladıq. İkinci dəfə gəldi. İkinci dəfə bağlayaq, çünki qapıcı gələcək. Safanov! Əla Safanov. Mayolunu dəyişdiririk buradan. Yerden değişti. Vəssalam. Hakimi. Ne? 0-0. 2-0. Hə. Ayda artırma verməliydi. Orada 0-0 neydi? İndi isə Chelsea'ni seçirik. Chelsea'ni bir daha seçək. Çempionlar Ligası'nda oynayırıq. Ancaq bütün, yəni full Çempionlar Ligası profesyoneldir. Yox. Yəni bu dəfə yarı pro seçək. Çox güclü yarıtın ki. Başı Galatasaray'la Chelsea'ni oynayırıq. Bəli, indi isə PSG ilə oynayırıq. Matadora, Matadora, Matadora. Arkadaşlar birinci maça başladık. Son 16'da Çempionlar Ligası'nda birinci maçımız görələ. Daha doğrusu indiyə qədər olan ne kadar maç var onun. Birazdan yani Rise of Kingdoms videosu gələcək. Çox qəşəng etkinliklər gəlib. Onu da oynayacağıq. Barbal falan kəsərək yəqin kimi. Neyse belədir. Yəni nə edə bilərik mən? Yəni mən nə edə bilərəm? Getdik. Dembele'dən Doué'yə, Fabian Ruiz. Və Garnacho topu aldı. Palmer yerdəydi. Hara pas verirəm? Vitinha'dan Fabian Ruiz'ə ötürmə. Çox çətin bir ötürmə idi o. João Pedro. Dembele, João Neves. Fabian Ruiz. Neto topu almağa çalışdı. Kvaratskhelia. Bəli və peşləyənmədilər və nə cəlmə? Yox. Bizdən cəlmədi. Bəli. Buradan pas vermək istədiyəm olmadı. Və sürüşmələr davam edir. 2 def2. Və qapı ağzına çox belə çok riskli ötürmələr idi amma. Cucurella. Bak Fernandes, Pedro Neto, João Pedro. Burada niye hamısının adı Pedro'dur? Caicedo ve topu kazandık mı? Bəli, James topu aldı. Oy, João Neves. Hakimi. Top Hakimi'dədir. Oyda Dembele'yə pas. Və Dembele hamını keçdi. Oy, ötürmədə pas. Ötürmədəki səhvlərə bax. Yəni qapının ağzında ötürmə çox belə risklidir. Cole Palmer keçdi. Cole Palmer uzaqdan şut vurdu ama qapıcı ilə pas verdi. Safanov topladı. Və Cole Palmer top almağa çalışdı. Vitinha, Fabian Ruiz, Dembele, Osman Dembele, Cole Palmer. Doué topladı və Caicedo topu kazandırdı. Cucurella'ya, Garnacho, Pedro və iş yarı bitti. Düşünürəm ki, yaxşı oyun izləyəcəyik. Bəli, Fabian Ruiz'in hücumu və ikinci dəfə çağırdıq. Bəli, Cole Palmer, Pedro keçməyə çalışdı, keçə bilmədi. João Neves keçə bilmədi. Palmer və o sürüşmədə topu kazanmışdık. Vitinha və Robert Sanchez. Garnacho'dan João Pedro'ya.
Joe Pedro. Pedro Neto. Burada niye hamısının adı Pedro görürsən? Və cərimə. Hakimin belə şeyləri var. Yanlıqları var. Və Paco vurdu. Tamam, eşin olmaz. Ağlama, hadi oyna. Rəqibimizin aha. Bu kamera lap məncə. Ne? Gol? Gol? Yok. Pedro Neto, Palmer ve Caicedo top aldı. João Neves, Garnacho'ya oturma. Garnacho hücumda. Paco da arkasından ya Safanov tutabilmedi ve gol ve gol. Ve Dembele'de top. Ve Caicedo topu aldı. João Neves yeniden kazandırdı takımına. Caicedo, Pedro, Cole Palmer, Pedro, Jone Pedro. Ve aha bəli. 1-1 ve uzatmalar. Yok, uzatmalar yok. İkinci oyunda olur o. Uzatmalar olmayacak ve ikinci oyun mütləq biri fərqlə olmalıdır oyun. Bəli, başladıq oyunu. Bəli, João Pedro. Pedro Neto. Pedro Neto'dan James'e. Nuno Mendes karşısındadır. Amma keçdilər. João Pedro topu kazana bilmədi. Cole Palmer arkadan gəlir, Vitinha'dır. João Neves. Dembele Kvaratskhelia. Və ikinci dəfə çağırdıq. Bəli, müdafiədə çox dəqiq ötürmələrlə keçdik. Bəli, gedirik. Yox, Nuno Mendes qoymadı. Paco, Palmer arkadan gəlirdi, Vitinha. Vitinha'dan João Neves'e. Və Caicedo top aldı. João Neves'te top. Ve qırağa oturma. Pedro Neto ve Palmer'ın zərbəsi. Palmer'ın zərbəsi. Top Dembele'də. Səhvli oturma. Caicedo. Cole Palmer ve Safanov yerindədir. Ve Garnacho. Yok orada. Ve bəli. Uzaktan zərbə heç qapıya tərəf getmədi. Safanov topu uzaklaştırdı ve João Neves top aldı. Ancak orada heç kim yok idi takım arkadaşlarından. João Pedro arkadan gelir. Fabian Ruiz topu aldı. Dembele'den Fabian Ruiz. Yine de Fabian. Palmer ve João Pedro topu aldı ve pas oyundan
Paçan söhbətdən qaçan. Hə. Safanov top tutdu. Bəli. Bərabərliklə qurtardı. Və bəli, Hakimi ilə top. Hakimidən ötürmə. Robert yenindədir. Cole Palmer'dan ötürmə. Paco top aldı. Pedro'dan ötürmə. Yenə də Paris Saint-Germain topladı. John Neves salımladı oyuncularını. Ayda. Çox səhv bir ötürmə. Çox səhv. Dembele'dən Doué'yə. Dembele. Şey Robert Sanchez topu tuttu. Garnacho. Vitinha. Dembele. Bəli. Fabian Ruiz. Və topu uzaqlaşdırdıq. Qəşəng uzaqlaşdırdıq özdə. Nə? Vitinha. İkinci dəfə bağladıq. Vitinha'da top. Və Fernandes topu qazandırdı. Marquinhos qabağındadır. Garnacho ötürmə. Olmadı. Və Paris Saint-Germain hücumu. Və Paris'in hücumunu dayandırdı. Və Neto Safanov yerindədir. Və bəli, oyun bitdi. İndi isə uzatmalara keçirik. İnşallah yəni bərabərlik biz pozarıq. Və John Neves'dən hücumladılar. Dembele Osman Dembele. John Neves top aldı. Və Vitinha ilə hücuma çıxdılar. Vitinha, Kvaratskhelia. Bəli, heç nə yox idi orada. Bəli, Paco topu ala bilmədi. Paco. Ötürmə səhvliyi və Paco topu aldı. John Neves, Caicedo, Pedro Neto. Vay gəldi. Və gol! Nə gol? Goldu? Yox. Bəli. 1-0-dan davam edir. Sadəcə mən, yəni belə qorxdum bilsən. 2-0 olmasın da day. Bəli, John Neves'dən hücumdayıq. Paco topu almasın. Bir dənə Paco topu almasın, yoxsa o day göndərir bilsən hara gəldi. Palmer. Yox. Ne olur öz qapıla vur bir dənə. Safanov, hara göndərdi Safanov axı. Ayda, hələ azmış kimi bir hücuma da çıxırlar bilsən. 120 dəqiqə və salam qutardı day. Qutardı da nə yəni o birisini nə vursan ki. Nə? Bitti. Tam 105. dəqiqədə təmir də. Neyse, sağ olun dostlar, görüşərik.